belə bir ifadə ilə çoxunuz tanışdınız. Yəni, nəfəxatur rəhmət, rəhmət, nəfəxatur rəhmət. Yəni, rəhmət küləkləri, yeli. Bu ifadələr hədis şəriflərdə varid olub. Yəni, Allah Subhanahu Taala'nın nəfəxatur rəhmət deyilən bir, yəni, içi rəhmət dolu olan küləkləri var. Onlar əsir. Onların mövsumları var. Onların ən çox əsdiyi mövsum sizin içində olduğunuz bu mübarək Şəhr-ü Ramazanəl-ləzi unzilə fihil Qur'an. Qur'an nazil olan Ramazan ayıdır. Baxın qardaşlar, bir qardaşınızın sözü olmuşkən deyir ki, Subhanallah, bu çox qəribə aydır. Bu ayda mən günah eləyə bilmirəm. Allah Akbar, nə deyir qardaşınız? Bu ayda mən günah eləyə bilmirəm. Bu ayda mən mələkləşirəm. Bu ay necə qəribə aydır. Necə də olmasın, günəş batmaqla Ramazan ayının ilk girən məğribində günəş batmaqla suffidəti şeyatin. Digər rivayətdə sulsiləti şeyatin. Şeytanlara həm qandallar vurulur, həm zəncirlər. Qandal adətən əldən vurulur, edirmi? Təsəvvürün, qandal adətən necə vurulur? İnsan, yəni artıq hərəkəti məhdudlaşır, düzdürmü? Yəni, Şəhr Ramazan ayı gəlməklə suffidəti şeyatin, şeytanlar qandallanır. Digər rivayətdə və sulsiləti şeyatin, zəncirlənir, ayaqlarındandır. Və mərədətil cin, nəhəng cinlər də həmçinin. Təsəvvürləyin, bu birinci fürsət. Siz fikir verirsiniz, bu ayda vəsvəsə çox zəifdir. Hiss eləmişsiniz onu. Çox zəifdir. Sanki vəsvəsənin taqəti gücü yoxdur. Allah Akbar. Və bu ayın ilk məğribindən günəş batmaqla bir carçı göyə qalxır. O mələkdir. Məxsus bir carçıdır ki, o yalnız Ramazanda olur. Başqa heç vaxt olmur, vallahi aləm. Mələk hər Ramazanın gecəsində, ta Ramazan bitənə kimi deyir ki, Yə bəğiyəl xeyri əqbil. Ey yaxşı işlər görmək istəyən, tələs. Və yə bəğiyəl şərri əqsir. Əqsir, bəsdir, kifayətdir, tərk elə getsin. Ey nəsə pis iş görmək istəyən, kifayətdir, bəsdir. Əl çək, əl çək deyir. Yaxşı, bu mələk hər axşam, hər gecə göyə qalxır və car çəkir. Onun səsinə eşidirik, alimlər sual verir ki, şagirdlərinə, mələk car çəkir. Amma onun səsini biz eşitmirik.